bəlkə də şəxsləri müzakirə eləmək lazımdır, amma məncə ora çox da yüklənmək doğru deyil. Çünki insan Allah səhvsizdir. Hər bir insanın səhvi də var, düzü də var. Əslində niyyətimiz xoşdursa, biz onun yaxşıları ilə yad eləyəcəyik. Niyyətimiz pisdirsə, pislərini qabardacağıq. Tarixi ümumiyyətlə tarixçilər buraxmaq. Ona görə də elmdir, elmlə də alim məşğul. Əslində belə deyək, ola bilər bəzən siyasətçilər də, başqa insanlar da tarixə qayıdır filan. Amma məncə ora çox odaqlanmaq lazım deyil. Bəzən elə o müzakirənin özü belə hətta bir pis şeyi pisləmək özü belə onun xeyrinə işləyir. Yəni biz kimsə nəsə deyibsə dedi. O artıq onun öz işidir. Əslində biz qabağa baxmalıyıq və görüləcək işlər çoxdur. Yaxşı şeylər çoxdur. Bax bu gün Türk dünyasından danışırıq, Türkistandan danışırıq. İndi Xəzərin o tərəfində, Xəzər ayırır bizi. Bəli. Oradan xəbərimiz yoxdur, danışırıq. Orada var bir Sovetdən qalma bəli, orada da bir 5-ci kolon var. Ola bilsin xeyli dərəcədə o dövlətlərin fəaliyyətinə, həyatına təsir edir. Amma orada tamam yeni bir gənclik var. Türklüyünü dərk edən, hətta məsələn Qazaxstanda, Özbəkistanda mən maraqlandım. Bu gün kifayət qədər böyük gənclik var ki, gedib Amerikada, Avropada təhsil alıblar. Tamam başqa bir ab-hava var, yeni bir ab-hava var. Bizdən o tam vəziyyəti görmədən, tablonu görmədən, biraz o pessimist, qara bir şeylər danışmaq düz deyil. Bəli, böyük bir gənclik var, ruh yüksəkliyi var. Hətta bizim belə deyək də bu İran hansı ki bir avtoritar rejimdir. Bu gün İranın özündə baxın o Türk gəncliyinə baxın. Coşquya baxın. Traktorun o tədbirlərində olan, yəni bu günləri məsələn mən düşünürəm ki, əslində Türk dünyasının içində bu gün ən pasionar coğrafya Güney Azərbaycandır. O qədər möhtəşəm bir ruh var orada, pozitiv, inam var, gənclik var. Milletin özünün içərisindən doğan bir lider ideyadır. Əlbəttə ki. İnsanlar fanidir, gəlib gedəndir. Yəni adama ümidi bağlayarsan bir gün adam olmaz, qalarsan yiyəsiz. Təşkilanmadan, spontan millətin içərisində elə o azadlıq özü, millətin birləşməsi özü bir ideyadır. Türk millətinin yenidən özünə qayıtması özü bir ideyadır. Əslində bunlar həm də liderdirlər. Bax, bugün biz türkləşdikcə sanki bir yükdən qurtuluruq, bir sevinç yaranır, bir fərəh yaranır. Sən Türklüyə qayıdanda, bəli, siz bayaq yaxşı dediniz, o ara kəsmələr artıq bizə mane olur. Və anlayırsan ki, bu süni sərhədlər bizi əslində vuruşdurmağa, enerjimizi içimizə yönəltməyə hesaplanan bir tələdir, qurulan bir düşmən fitnəsidir. Məsələn, Avropa tapdı da bunun çarəsini. Qurdu bir Avropa İttifaqı, götürdü sərhədləri. Orada ortaq bank var, ortaq iqtisadiyyat var, insan resursları ortaq hərəkət edir. Bəli, yəni orada bir ortaq maliyyə sistemi var, orada bir bazar ortaqdır falan. Yəni o biz hamısını ortaqlaşdırdı. Baxmayaraq ki, onların, orada 27 dövlət var, onların demək olar ki, hamısı ayrı-ayrı millətlərdir. Amma biz eyni millətik. Bizim bugün bir araya gəlməmiz, toparlanmamız, o aradakı ara kəsmələri götürməmiz o qədər zəruridir, o qədər doğaldır ki, bunu heç mübahisələndirməyə yer yoxdur. Sadəcə o dediyim kimi buna bir siyasi iradə qoymaq lazımdır. O yüzillər boyu burada hakim olan, hökm edən, sümrən imperiyalar çalışacaqlar ki, biz buna nail olmayaq. Çalışacaqlar bizi qorxutsunlar, inandırsınlar ki, biz buna edə bilmərik, inandırsınlar ki, yox, elə onlar ali sortdur, ağalardır, biz də onların müstəmləkəsi olmalıyıq. Biz də özümüzü inandırmalıyıq ki, elə deyil. Keçdi. Necə ki, o vaxtı ilə deyir ki, o Moskva knyazlığı getdi, çayın qırağında durdu, Monqollar başa düşdü ki, artıq Moskvanın kölə edə bilməyəcək, qayıdıb getdilər. Bax, biz də indi bugün elə bir birlik yaratmalıyıq, elə bir yeni oluşum etməliyik ki, o imperiyalar başa düşsün ki, artıq da biz onların şikarı, ovu olası deyilik. Çəkilib getsinlər. Və biz başlayaq öz dövlətimizi qurmağa, öz birliyimizi qurmağa. Bax, mən hər zaman deyirəm də, məsələn, Rusiya 1917-də, 18-də Güney Qafqazdan çıxdı. Qayıdan Azərbaycan vardı, qayıt işğal elədi. Amma onun yerində başqa bir şey olsaydı, məsələn, deyək ki, Osmanlı ilə ya Türkiyə ilə bir yerdə olan artıq birləşən, bir konfederasiya quran, bir federasiya quran bir dövlət olsaydı ki, fikirləşəcəkdi. Çünki o, indi də onu düşünmək lazımdır. Bax, biz əslində bu Türk dövlətlərinin bir konfederasiyasını yaratmalıyıq. Kimsə bura gəlib yenidən nəfsini salmaq, nə bilim, göz salmaq, yenidən işğal eləmək istəyəndə görsün ki, yox, elə deyil. Artıq bunun qarşısında bir 10 milyonluq Azərbaycan deyil. Burada 200 milyonluq Türk millətinin dövlətləri var, birliyi var. Yəni siyasi təsisatlar bəzən o dövlətlərin davasını erir. Onları boş vermək lazımdır. Biz o tarixdə o qədər dövlətlər qurmuşuq, dünyanın 17 imperiya, bəli, dünyanın 25 imperiyasının 17-si Türkündür. Əsas önəmli olan millətdir. Millət isə bir-birini anlayır.
Millət bugün bir-birini dərk edir. O bir-birindən necə deyirlər, o elektrik alır, enerjini alır. Yəni bax, çox müsbət, pozitiv bir proses gedir. Sadəcə olaraq bunu anlamaq, o düşmənlərin o negativ narrativlərinə uymamaq, ruhdan düşməmək, biraz o özgüvənli olmaq və sadəcə bu xalqın bu gücündən, bu enerjisindən istifadə edib yeni dünya düzənində bir siyasi güc mərkəzi yaratmaq lazımdır.